Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün depressiyadan danışacağıq, onun aradan qaldırılmasında psixoterapiyanın rolundan. Təbii ki, mövzu ilə bağlı müzakirə etmək üçün studiyaya dəyərli mütəxəssis dəvət etmişəm. İlk olaraq onu sizə təqdim edin. Bakı Dövlət Universitetinin Psixologiya Kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq, hipnoterapevt Kamilə xanım Kazımova. Xoş gəldiniz Kamilə xanım. Salamlayıram hamını. Təşəkkür edirəm. Var olun. Dəvət üçün çox Biz sağ olun. təşəkkür edirik. Təbii ki, bizim ikinci qonağımız da bizim həkim, psixoterapevt Elmir Əkbər. Sadəcə canlı efirdə qonşu kanallarda verilişdə iştirak etdiyinə görə az sonra bizə qatılacaq. Təbii ki, müzakirəni biz sizinlə başlayacağıq. Kamilə xanım, depressiya əslində özü çox ciddi psixoloji xəstəlikdir, hansı ki biz fərqində deyilik. Bəzən nə baş veririk, bəzən onu çox bəsit adlandırmağımız, müalicəyə tabi olmur və yaxud da müalicə etsəm belə nə karı. Yəni, ümumi olaraq morfoloji bir təhlillə depressiya nədir, əlamətləri nədir? Ümumiyyətlə, biz bu sözü deyəndə ilk olaraq nəyi anlamalıyıq? Bu haqda istəyirəm bu depressiya aləminə bir səyahətə çıxaq. Buyurun. Təşəkkür edirəm. Çox aktual, günümüzdə demək olar ki, insanları çox narahat edən bir məsələdir, çox ciddi bir məsələdir. Düzdür, bəzi insanlar onun fərqində olmur. Bu da sonradan nəticələri daha da gərginləşməsinə gətirib çıxarır. Yəni, vaxtında müraciət olmur. Ümumdünya Səhiyyə Təşkilatı məlumatına görə dünyada 280 milyondan çox insan depressiyadan əziyyət çəkir. Amma bu rəsmi məlumatdır. Nəyə görə deyirəm rəsmi məlumatdır? Çünki çox depressiyada olan insanlar var ki, xüsusilə yüngül formada, orta formada olanda bəzən heç müraciət etmirlər. Yəni, düşünürlər ki, adi bir vəziyyətdir, bəlkə nədənsə yaranıb və s. Keçib gedəcək deyə düşüncələr olur. Bu da rəsmi məlumatların azalmasına səbəb olur və insanların da vaxtında bu problemdən, bu psixi pozuntudan əziyyət çəkmələri daha da artır və aradan qaldırılması çətinləşir. Depressiya nədir? Doğrudan da bu sualla biz müraciət edək. Depressiya deyəndə biz çox şey deyə bilərik. Ruh düşkünlüyü, əhvalın aşağı olması, hətta qədim zamanlarda yıxılmaq da deyirdilər. Doğrudan da bir fikirləşək, insanın əhvalı aşağı olursa, insan demək ki, özünü yaxşı hiss etməyəcək. İnsanın əhval-ruhiyyəsinin aşağı olması, halsızlıq, yuxusuzluq, yorğunluq. Yəni, görün nə qədər şey burada biz sayırıq və burada insanın, adətən məsələn, pasientlərə də belə bir sual vermək olur ki, onun depressiv əhval-ruhiyyəsi haqqında məlumat almaq üçün sizin son vaxtlar əhvalınız necə olur? Fərz edək, son 2 həftədə özünüzü necə hiss edirsiniz? Əvvəllər maraqlandırdığınız bir şeyə sizin marağınız varmı? İndiki əvvəlki maraqla mı edirsiniz? Bax, mən belə suallarla adətən müraciət edirəm. Və baxırsan ki, insan əvvəlki kimi olmadığını deyir. Deyir ki, məsələn, əvvəl çox yaxşı idi. Son vaxtlar nəsə heç keyfim yoxdur. Niyə yoxdur? Sanki yorulmuşam. Yəni, bax, bunların hamısı depressiyanı göstərən əlamətlərdir. Amma orada mütləq şəkildə biz soruşmalıyıq xəstəliklərin beynəlxalq təsnifatına əsasən. Aşağısı 2 həftə olmalıdır, bu müddət davam etməlidir. Çünki insanın hər hansı əhval pozğunluğu, sadəcə olaraq əhval pozğunluğu və yaxud da ki, hər hansı bir məsələdən dolayısa keyfinin aşağı olması bu depressiya demək deyil. Çünki belə götürək, gənc bir insandır və yaxud da ki, hər hansı başqa bir insandır, hər hansı bir işindən dolayısa çox pis onu təsir etdi. Amma o dəqiqə bir gün, 2 gün keçdi, əhvalı aşağı oldu və sonra yavaş-yavaş tədricən özünə gəlməyə başladı və vəziyyətdən çıxdı, heç bir problem yaranmadı. Amma biri də var ki, fərz edək, gənc sevgilisindən ayrılıb və baxır ki, hər yer qara görünür. Sanki baxır... Yəni, dünya onun üçün bir rəngdən ibarətdir. Depressiyada olan insanlar bunu həmişə deyir ki, həyat boşdur. Soruşursan ki, nə deyir, nə olsun? Yaşayacam nə olacaq? Deyirsən ki, düzələcəksən, düzələcəm nə olacaq? Falan şey əldə edəcəm nə olacaq? Bax, bu cür düşüncəyə gəldi, çatdısa, demək ki, artıq o depressiyaya girdi deməkdir. Artıq o depressiya onu yaxaladı deməkdir. Və bunu da vaxtında
qarşısını almaq üçün mütləq şəkildə mütəxəssisə müraciət etmək lazımdır. Depressiya çünki var ki, endogen depressiya var, eksogen depressiya var. Yəni irsi əlamətlərlə insana keçən depressiya var. Genetik, indi biz onun səbəblərində deyəcəyik. Ona görə də bu hansıdır, necədir, bunu bilmək lazımdır. Əsasən depressiyanın əlamətlərini siz soruşdunuz, yəni simptomları, hansı əlamətləri var? Əsas əlamətləri ayrılırlar, bir də əlavə əlamətləri ayrılırlar. Çünki xəstəliklərin beynəlxalq təsnifatında da o verilir ki, əsas əlamətlər, əlavə əlamətlər, çünki var orada kodlar var da, kodlara uyğun olaraq F kodları xəstəliklərin beynəlxalq 10-cu təsnifatı əsasən o da artıq düzdür 11 qəbul edilmək üzrədir, amma hələ tam qəbul edilməyib. Yəni ikisi paralel demək olar ki, baxılır çox vaxt müqayisəli şəkildə. Və orada da biz əsas əlamət deyirik ki, insanın birinci növbədə uzun müddətədək davam edən, yəni uzun müddət dediyiniz aşağısı 2 həftə, davam edək insanın əhvalının aşağı olması. Artıq mən görürəm ki, mənim əhvalım bir ay bundan qabaqçı deyil, 2 həftə bundan qabaqçı deyil və get-gedə mən geri gedirəm, irəli getmirəm. Sonra insanın xoş olan məşğuliyyətə aydın sürətlə maraq və zövq azalır. Mənim əvvəllər xoş olan hər hansı bir iş görürdüm, oradan zövq alırdım. Hər hansı bir iş insan üçün ümumiyyətlə zövq verir də. Elə bir insan olmaz ki, nədənsə bir xoş gəlməsin ona. Və yaxud da ki, baxırsan ən acı, nə gözəl havadır, bu sənə zövq verir. Nə gözəl, bax, maşallah, Ülviyə xanım gözəl geyinib, bu insana zövq verir. Amma elə olan halda heç nədən zövq ala bilmirsən. Ətraf maraq və dairəli hər şey yüksənək görünür sənə, hər şey boş görünür sənə. Dediyimiz kimi, adətən bax, belə bir şey sual verirlər ki, intiharın psixologiyası, nəyin psixologiyasıdır? Ümidsizliyin psixologiyasıdır. Çünki burada da depressiyada, uzaq olsun, ağır depressiyalarda da gəlir intihar düşüncələri. Biz dərəcələrində toxunacağıq dərəcələri də var. İntihar düşüncələri yaranır. Ona görə də o insanın maraq, zövq azaldısa, niyə azaldı? Səbəb nədir? Bunu aydınlaşdırmaq lazımdır. Artıq müddət nə qədər keçdi? İnsan deyir ki, gücüm yoxdur. Heç gücüm yoxdur. Yəni, yorğunluq hiss edir. Belə insanlar var ki, öz ailələrinə qulluq edə bilmirlər. Tutaq ki, mən müəlliməyəm və yaxud da ki, psixoloqam deyirəm ki, pasiyentlər müraciət edir. Hiss edirəm ki, əvvəlki kimi tutaq ki, deyirəm ki, gəlin, vaxtı tapmaq istəyirəm, kömək etmək istəyirəm. Amma görürsən ki, yox, səni o çəkmir artıq. Deyirsən ki, yorulmuşam, mən çox yorulmuşam. Tükənmişəm. Yox, iki cür var, insan sadəcə yorula bilər. Fiziki. Bəli, fiziki yorula bilər, iş çox ola bilər, həddindən artıq hansısa bir iş görə bilər. Məsələn, oradan dolayısı yorula bilər. Amma bu tərəfdən o işdən həzz ala bilər. Bu tərəfdən fiziki yorulur, amma emosional cəhətdən rahat olduğu üçün, ona zövq verdiyi üçün, zövq var. Bəli, qabartmır məsələn. Bəli, o qədər də o yorğunluğu hiss etmir. Amma biri də var ki, bunların artıq o əlamətlər hamısı birləşir və üstə gələk də yorğunluq hissi və sən tamamilə tükənmiş olursan. Bəli. Əlavə əlamətlərdən elə yorğunluğun fonunda yatıram, o bir şeir var ya, yatıram, yuxudan da yorğun oyanıram mən. Yəni, yuxudan da yorğun oyanır. İnsan adətən, biz dincəlirik, yuxu sistemi, hətta tədqiqatları özünüz də bilirsiniz ki, araşdırıblar ki, yaxşı yuxu insanın ömrünü uzadır. Amma burada insan yuxunu da demək ki, yaxşı yatmır. Yaxşı yata bilmədiyi üçün, yuxuda problemlər yarandığı üçün bu yorğun oyanır. Və yaxud da ki, həddindən çox yatır. Qalxa bilmir. Elə deyir ki, hey, yatım. Belə mənim pasiyentlərlə rastlaşmışam. Deyir ki, bir dənə xahiş edirəm, mən o yerimdən çıxartmayın da, təzə yəni başlayanda. Qoyun mən yatımda, qoyun mən dincəm, o yer məni çəkir. Çünki orada rahat olur, orada sakit olur, öz aləmində. Əslində deyil elə. Ona görə də o iki tərəfli ola bilər. Ya həddindən artıq çox yeyəcək, dayanmadan yeyəcək, serotonin alacaq. Çünki biz bilirik ki, depressiyada olanda insanlarda serotonin də, dopamin də və s. neyrommediatorlar var. Bunlarda səviyyəsində də problem olur. Və o yeməkdən, xüsusilə şokolad, nə bilim və s. xoşbəxtlik hormonu verən, hansı ki, onu ala bildiyi bir şeyi yeyir. Yedikcə də, axı, bitdi, davam qutarır axı. Yenə də
götürmək istəyir, yenə də yemək istəyir və bu da gətirir istər-istəməz əlavə artıq kilo almasına səbəb olur. Və yaxud da ki, tamamilə depressiyanı deyirək, filankəs depressiyanın dibindədir, belə bir düzələn psixologiyasında söz deyirlər. Və elə olan bir vəziyyətdə də heç nə yemək istəmir. Yəni, nə qoyurlar, sadəcə baxır. Hətta ağır depressiyalarda insan ümumiyyətlə heç bir hərəkət edə bilmir. Belə bir vəziyyətdə stupor halında elə hey baxır, heç bir hərəkət edə bilmir. Hətta ağlaya bilmir insan. Bəzən deyirlər ki, filankəs ağlaya bilmir. Əgər doğrudan da ağlaya bilmirsə, bu heç yaxşı bir şeyin əlaməti deyil. Demək ki, bu insanda hansısa bir gərginlik var, hansısa bir narahatçılıq var və bu sadəcə gərginlik, narahatçılıq deyil. Və bu xəstəlik formasına keçən bir narahatçılıq. Çünki depressiya psixi pozuntudur. Yəni, biz bunu qəbul etməliyik ki, vaxtında psixiatra, psixoterapevtə müraciət etməliyik ki, bunun qarşısı alınsın. İnsanda özünü qiymətləndirmə edir. Adətən biz danışırıq adekvat özünü qiymətləndirmədən. Hər bir şeydə insan özünü dərk etməlidir, insan özünü ifadə etməlidir, insan özünü təsdiq etməlidir və s. Demək, adekvat olduğu kimi, yəni düzgün bilirsiniz. Burada isə özünü qiymətləndirmə adətən düşür, adətən. İnamsızlıq yaranır. Yəni, fikirləşir ki, o dediyimiz kimi mən heç nə bacarmaram, həyatda mən heç nə edə bilməyəcəm. Özgüvəni də itirdi. Bəli, mən heç nəyi bacarmayacam, heç nə alınmayacaq məndə. Bunlar insanda gərginliklər və yaxud da ki, dediyimiz kimi ağır depressiyalarda isə sayıqlamalar arta bilər, hətta özünü böyütmə sayıqlamaları da ola bilər. Bunlar da ola bilər ağır depressiyalarda. Sonra gəlir insan şəxsiyyət daxili konflikt yaşayır. Ən çox olan amillərdən də biri odur, mən rastlaşıram insanlarla, xüsusilə gənclərdə və yaxud da ki, sevgi problemlərində qərarsızlıq. Qərarsızlıq, şəxsiyyət daxili konflikt. Şəxsiyyət daxili konflikt nədir? İnsanın, belə deyək də, qəlbi ilə düşüncəsi arasında qalır. Bizdə isə deyirik ki, şuuraltı, yəni şuursuzluqda, bilirik ki, şuursuzluq ancaq rahatlıq prinsipinə əsaslanır və mən bu işdə, mən bura gəlmişəmsə, burada oturmuşamsa, məni başqa şey maraqlandırmır. Ki, yəni, burada rahatım, sonu nə olacaq? Amma düşüncə, axı, insana verilib ki, insan hətta bir addım atanda belə düşüncə ilə fikirləşməli ki, bu addımın sonu nə olacaq? Hara atsam, necə gedə bilərəm? Burada isə artıq bunlar, o mübarizə gedir. Tutaq ki, beyin deyir ki, düşüncəli şəkildə ki, olmaz, bunu etməyəcəksən, amma şuur altında isə başqa bir şey deyil. Yəni, hər iki tərəfdə böyük bir savaş, mücadilə gedir. Bəzən burada Kəmilə xanım deyə bilərikmi, məsələn, bu anda dediyiniz həmin bu mərhələdə biz reallıq anlayışını gerçək reallıqla ümumiyyətlə qarışdırırıq? Qarışdırmaq da kimi deməyək, yəni necədir orada? Reallıq var. Reallıq budur ki, tutaq ki, mən gənclərdən tutaq misal gətirək, mən müraciətlərdən misal gətirirəm. Kiminləsə münasibət bitməlidir. Yəni, bunun başqa anlamı yoxdur. Yəni, çox səbəb ola bilər də. Tutaq ki, o insanın sənə münasibətimi soyuyub, ailəsində mənə narazılıq var, sizin ailədə mi var? Yəni, çox səbəblər ola bilər. Və bitirməliyik. Amma mən bitirə bilmirəm. Bax, məsələ budur. O dediyiniz kimi, o reallığı əslində qəbul etmir. Qəbul etmir. Həyatda ən çətin məsələlər depressiyaya salan amillərdən biridir. Mən hər zaman insanlara deyirəm ki, çalışın, realist olun. Bəli. Bu günün reallığı budur. Bəli. Əgər mən bu günün reallığını qəbul edə biləcəmsə, demək ki, mən edə biləcəm, artıq düşməyə bilərəm. Burada isə konflikt ona görə, yəni şəxsiyyət daxili. Ən çətin konflikt şəxsiyyət daxili konflikt ki, məhz depressiyanın əlamətlərindən, əlavə əlamətlərindən biri odur ki, şəxsiyyət daxili konflikt yaşayır insan. Çünki istəyir, istəmir. Bir addım atır, o birisi addım atır və bu da bəzən insanı bir gün yox, 2 gün yox, bir həftə, 2 həftə, 3 həftə, artıq 1 ay keçdi, 2 ay keçdi. Bəzən inanın ki, illərlə özünlə mübarizə aparan insanlar olur. Amma yenə də nəticədə, sonucda nəticə bəli, bu da dəyişmir. İnsanı bu vəziyyətdə səbəb və vaxtında mütəxəssisə müraciət etsə, o vəziyyətdən çıxacaq. Qərarsızlıq. Bilirsiniz ki, depressiyaya düşən insanlar qərarsızlıq olur da, özünü günahlandırma. Elə bax, orada da bəzən o qərarsızlığın özündə də bir günahlandırma olur. Bu özünü qərarsızlıq, özünü günahlandırma sonucda bizi özünü çarəsizliyə apara bilir, deyə bilərikmi?
Təbii ki, çarəsizliyə gətirib çıxara O bilər. son siz bayaq vurğuladığınız Bəli. son etap ki, artıq çıxış yolunu bəzən özümüzə qəsdə qədər belə düşürük. Çünki hər şeydə çarəsizik deyə, belə deyək də, artıq bizdə tam bu düşüncə formalaşır. Bunların, yəni onu vurğulamaq istəyirəm ki, depressiya anidən birdən Yaranmır. ortaya çıxan bir Yox, məsələ deyil. qətiyyən, Sadaladığımız görün neçə etaplar Bəli, bir-birini bəli, əvəzləyir bəli, və bəli. bunları da biz görməzdən gəlirik. Qəbullanmaq dərəcəsi. Sizcə bu ego təkəbbürlükdürmü? Bu qəbullanmamaq dərəcəsi, yoxsa bu bizim psixoloji bir pozuntuya doğru gedən bir yoldurmu, ya iradəsizlikdirmi, ya idarə olunan fiqur olmağımızdanmı? Nədir bunun ümumiyyətlə kökündə duran? Orada məsələlər çoxdur. Bir tərəfdə yanaşmayaq gəlin. Bəli, insan var ki, necə mən tutaq ki, bunu etməyə bilərəm. Bunu mən çox üzr istəyirəm, sizdən niyə soruşam? Siz psixoloji pozuntuların o qədər dərin fəlsəfəsini izah edirsiniz ki, hərdən özüm də bilmədən fəlsəfi suallara keçirəm. Ona görə tam olaraq onun bəzən də sizin o dediyiniz məqamlarla insanlara daha aydın olacaq deyə soruşuram bu məqamlara ki, biraz da bu tərəfdən giriş eləyək məsələyə. Çünki siz demək olar ki, daima bu mövzular ətrafında fəlsəfi yanaşma və fəlsəfi baxış əsasında danışırsınız ona görə. Doktor, xoş gəldiniz. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Sizi salamlayıram, tamaşaçılarımızı salamlayıram. Biz də sizi salamlayırıq. Gözəl bir görüş, belə bir gözəl xanımlar, gözəl mütəxəssislər. Bəli, biz Kəmilə xanımla da elə verilişi başladıq. Depressiya çox geniş bir mövzudur. Kəmilə xanım tam gəldiyi fəlsəfə məqamında davam eləyək Kəmilə xanım, sonradan Elmir bəy sual verir. Çox gözəl vurğulayırsınız. Amma orada gözəl bir şeyə toxundunuz. Ən çox nöqtəyə toxunduğum mən iradə məsələsidir. Çünki biz uşaqlarımızı kiçik yaşlarından iradəli, dediyimiz kimi realist, hadisələri necə var, qəbul etməyi bacaran, o egosudur və s. qoyub kənara, tam olaraq hadisə nədirsə olub. Mən həmişə deyirəm, bir şey olmasın. Oldusa, bu mümkün deyil. Rusların gözəl bir atalar sözləri var. Deyir ki, nə olub keçibsə, onu təsvif etməyin. Heç nəyə təsvif etmək lazımdır. Hətta belə bir fikir var, Dale Carnegie'nin fikri olmalıdır. Deyir ki, əgər depressiya sənin qapını döydüsə, onu qonma. Onu içəri dəvət et, bir tüstü kimi, içəri dəvət et, stola dəvət et. Otur ondan gör nə istəyir o. Bu çox yaxşı bir şeydir. Yəni, sən artıq vəziyyətin varsa, vəziyyətini qəbul et və o vəziyyətini aradan necə qaldıra bilərsən? Bunun haqqında fikirləş. Yəni, mütəxəssislə fikirləş ki, bu necə olsun? İradəmiz zəif olanda biz çox şeydən geri qalırıq. Bir fikirləşək. Hər hansı bir arzumuza çata bilmirik, gəlir burada sonunda yeni depressiyaya gətirib çıxarır. Bax, burada maraqlı məqamı siz deyirsiniz, gənclərin özü, gənclərdə depressiyaya səbəb olan amillər. Burada da bir maraqlı faktorlar var. Fərz edək, istədiyi ali məktəbə qəbul ola bilməmə. Burada da bəzən iradə çatışmazlığı ola bilər. Düzdür. Mən onu demək istəmirəm, mövzumuz başqadır. Orada stres faktorları da ola bilər ki, istədiyi yığa bilməyə, var ki, iradəsi çatışıb, oxudurub oxuya bilməyə. Bunlar başqa-başqa məsələlərdir. İstədiyi ali məktəbə qəbul ola bilməmək, istədiyi işdə işləyə bilməmək, sevdiyi insanla ailə həyatı qura bilməmək, bayaq biraz öncə buna toxunduq. Bəzən ailədə valideynlərlə müəyyən məsələlərdə konfliktlər yaranmaq. Çünki mən bu ali məktəbə getmək istəyirəm, o deyir, yox, sən başqa yerə gedəcəksən. Mən filan şəhərdə oxumaq istəyirəm, yox, olmaz getmək. Yəni, bax, bu məsələlərdə bəli, problemin yaranması, şəxsiyyət daxili konfliktlərdən irəli gələn məsələlər ola bilər. Yəni, görürsünüz, burada o qədər əlamətlər var ki, yəni şaxələnir, genişlənir də. Baxırsan ki, depressiya mən əlavə elementlərinə baxanda, baxıram ki, nə qədər olur. Məsələn, gələcəyi, indi onu biz qeyd edəcəyik, kognitiv terapiyada da bu var, gələcəyi pessimist görmək. Depressiyada olan insanlar, gəlin baxaq ki, hansı insanlar daha çox düşür? Mən bir... Bədbin insanlar. Bəli, bizim temperament tiplərinə baxanda, klassik tiplərə təbii ki, ən çox depressiyaya meyilli olan tip melanxolikdir. Çünki elə, belə deyək də, o depressiyanın qırağındadır, oturub. Elə bir şey olan ki, oradan o yana gəlir. Çünki hər şeyə belə pessimist yanaşır, hər şeydən tez ruhdan düşür. Yəni, insan nə qədər tez ruhdan düşəcəksə, o qədər depressiyaya meyilli olacaq. Mən hər zaman insanlara deyirəm ki, çalışın,
motivasiyanı xaricdən almayın. Düzdür, xarici motivasiya var, bunu inkar edə bilmərik. Yəni insana xoş gələr də ki, tutaq siz gözəl aparıcısınız, bunu niyə sizə deyilməsin ki? Siz istəyirsiniz ki, bu sizə deyilsin ki, doğrudan da Ülviyə xanım istedadlı bir aparıcıdır, həqiqətən də belədir, maşallah olsun. Bu, axı insan istəyir bunu eşitsin. Amma bəzən təəssüf ki, ola bilər ki, insan elə bir ortamda ki, onu nə deməyəcəklər. Deməyəcəklərsə, bəli, deməyəcəklərsə, onu öz daxilindən almalısın. Bunun üçün də özünü qiymətləndirmə insanda düzgün olmalıdır ki, mən özümü düzgün qiymətləndirə bilirəmsə ki, mənim bacarığım nədir, qabiliyyətim nədir və ona uyğun da davranış tərzi seçəcəm. Və depressiyada olan insanlar da özünü qiymətləndirmədə düşür. Özünü düzgün qiymətləndirə bilmirlər. Bəzən də bu yanaşmalarda gözəl bir ifadə var. Deyir ki, birinci olaraq ətrafdan gözləntilərini tamamən özündən məhrum etməlisən. Yəni, sən gözləmə ki, hər zaman bu deyilməyə də bilər. Amma şəraitdən asılı olmayaraq, bu sən bu gücə sahibsən, amma sadəcə deyilmir və buna da pessimist yanaşan və bədbinləşən insan tipləri də var. Əlamətləri nə qədər saydıq, elə Kamilə xanım da vurğulur ki, sonsuz əlamətlər var ki, biz elə depressiya anlayışına toxunduq və əlamətlər üzərindən danışırıq. Əlavə edəcəyiniz əlamətlər, depressiyanın əlamətləri. Çünki çox geniş mövzudur, nə qədər danışsaq da yenə bitməz. Əlamətlərdən danışaq, sonra artıq biz bunun yaranma səbəblərindən ikinci bölümümüzdə danışacağıq. Buyurun, doktor. Bəli, təbii ki, Kamilə xanım bizim dəyərli peşəkar, yüksək peşəkar mütəxəssisimiz. Mən əminəm ki, hər bir şeyə toxunub. Ona görə mən istəyərdim biraz indi insanların biraz da ən az tanıdıqları maskalanmış gizli depressiyanın əlamətlərindən deyim. Bir də elə elmi şümmüsü yeniyetmələr gənclər olduğuna görə onlarla bağlı valideynlər nəyə diqqət verməlidir, onu deyəcəm. Baxın, o gizli, maskalanmış, atipik depressiyalarda ənənəvi əlamətləri biz müşahidə eləmirik. Depressiya ola bilər ki, özünü bir artıq qidalanma ilə biruzə versin. İnsan, bəli, görürsünüz ki, artıq qidalanır və çox artıq çəki alıbdır və onun öhdəsindən gəlmir. Yəni, insanlar özlərini aldatmasınlar. İndi gedirlər, üç təhsil olmayan adamlar belə özünü diyetolog adlandırır. Valla gedirlər, bu dəqiqə bütün ay əziz tamaşaçılar, bütün o diyeta proqramları internet portallarında var. Tam pulsuz, ödənişsiz daxil olub siz onu yükləyə bilərsiniz. Və belə də hamı onsuz da bilir ki, yeməyin şəkər, un məmulatları, yeyin meyvə, tərəvəz arıqlayacaqsınız. Amma buna kim əməl eləyə bilir? Və əməl eləməyə nələr mane olur? Bax, o mane olan səbəblərdən biri dediyimiz o depressiyanın atipik, rast gəlinən, maskalanmış, gizli növüdür. Eyni zamanda yuxu problemləri ilə biruzə verə bilər. İnsan uzanır yatmağa, yadına düşür, keçmişdə olmuş bütün negativ xatirələr, filan şey niyə belə oldu, bəhmən şey niyə belə oldu. Bax, bu tip yuxu pozuntuları xüsusilə ruminativ, depressiv bir əlamət hesab olunur. Və yaxud da cinsi həyatda olan, istər qadınlarda, istər kişilərdə olan problemlər bu şəkildə özün biruzə verə bilər. Yəni, bəzən ağrılar, yəni real olmayan psixogen səbəbli ağrılarla özünü biruzə verə bilər. Baş ağrıları, daimi belə deyək də, insan görürsünüz, o ağrılarla gəzir və yaxud da orqanizmin, bədənin digər nahiyələrində ola bilər bu ağrılar ki, fiziki səbəbləri yoxdur bunların, bunun şəklində biruzə verə bilər. Dediyimiz kimi, istənilən şəklə düşə bilər. Bunu demək istəyirəm, bir də təbii ki, nəyə fikir vermək lazımdır? Özünüzdə də təbii ki, həm böyüklərə də aiddir, amma xüsusilə də evladlarda. Çünki onlar heç də həmişə özlərinin durumu haqqında adekvat qiymətləndirə bilmir zamanında. Əgər görürsünüzsə, maraq hissi azalıbdır insanda. Əvvəl ona xoş gələn bir şeylər artıq ona zövq vermir. Əgər rənglər solğunlaşıbdırsa, əgər o söz var, həyatın ləzzəti artıq qalmayıbdır. Dadı, duzu itib deyə. Bəli, artıq başlayıb da onun çevrəsi daralmağa. Bəli, ünsiyyətdə olduğu insanlarla ünsiyyət qurmaq istəmir, xüsusilə də evə qapanmaq istəyir, qaranlığa, təkliyə çəkilmək istəyir və ən dəhşətli əlamət dahi Viktor Frankl üzərində çox dayandığı həyatın mənasını sanki itirib, bilinir niyə yaşayır. Bəli, həyatın mənasını, ən təhlükəlidir. Bu nə baş verməlidir ki, biz həyatın mənasını itirək, biz artıq ikinci bölümümüzdə onun yaranma səbəblərindən, hansı ki, bunu bilməyimiz çox vacibdir. Bu haqda müzakirə aparacağıq. Qısa bir reklam arasından sonra yenidən buradayıq. Reklamlar.
Reklamlar bitti. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, biz depressiyadan, onlardan qaldırılmasında psixoterapiyanın rolundan danışırıq. Təbii ki, mövzuya bu haqda giriş etdik. Biz yaranma səbəbləri, nədən yaranır, niyə depressiyaya düçar oluruq? Məhz kökü əsas məsələnin hardan başlayır Kamilə xanım? Bu, təbii ki, uzun bir yolculuq əsasında görünən ciddi bir xəstəlikdir. Bunun üçün hansısa bir aylar, bəzilərində isə illərə söykənəcək bir tarixçə var. Yaranma səbəblərindən danışaq. Nədir bunu yaradan səbəb? Buyurun. Təşəkkür edirəm. Depressiyanın yaranma səbəbləri çoxdur. Psixoloji səbəbləri ola bilər, bioloji səbəbləri ola bilər, sonra kimyəvi səbəbləri ola bilər, sosial səbəbləri ola bilər, psixososial səbəbləri ola bilər. Yəni, dediyimiz kimi, əhatəsi genişdir. Ən çox fikir verirsən ki, uşaqlığa da gedib söykənir. O sizin qeyd etdiyiniz kimi, heç kəs əhəmiyyət vermir, uşaqlıqda yığılır və sonradan o dözüm səviyyəsi yavaş-yavaş azalır və çox təəssüf ki, niyə təəssüf ki deyirəm, bizdə, yəni Azərbaycan mühitimizdə psixoloq ən axırıncı yadda qalır. Bir şey olan kimi həkimə gedirlər. Amma insanın əhvalında olan o dəyişikliyi, o emosional vəziyyətinin dəyişməsini görsələr də psixoloqa getmək düşünmürlər. Hətta elə vəziyyətdə də həkim aparan insanlar tanıyıram mən. Ki, ay doktor, gəl gör bu uşağın keyfi, nə bilim, belədir, niyə belədir? Və bütün bunlar yığılması fonunda müəyyən bir yaşa gəlir, ya yeniyetməlik dövründə, ya gənclik dövründə hər hansı bir vəziyyət gəlir, artıq bunun depressiyada olduğundan xəbər verir. İndi Elmir doktor çox gözəl vurğuladı. İnsanın maskalanmış depressiyası olur. Fərz edə ağrılar olur. Çünki fiziki əlamətlərlə də bu özünü ifadə edir depressiyada və insanlar bunu başa düşmür. Dediyimiz kimi həkimə müraciət edirlər və psixoloq yaddan çıxır və yaxud da ki, deyir ki, bu həddindən artıq çox yeyir, görəsən bu nədir? Amma tutaq ki, dostlarımla olanda kimlənsə bir yaxşı, xoş əhval verir, məsələn, atipik depressiyada olar ki, xoş bir ortam olanda o biraz unudulur, müəyyən müddət yaddan çıxır. Əhvalı yaxşı olur. Sonradan çünki yenə də qayıdır o vəziyyətə düşür. Bax, bu səbəbdən ola bilər. Amma qəfil bir vəziyyətdən insan, psixoloji bir vəziyyətdən, Anidən. tutaq ki, uzaq olsun, doğmamı itirdim bizdən birə. Və dediyim kimi, burada da mütləq şəkildə depressiyaya düşmürsən. Həmişə biz onu deyirik, o frustrasiya vəziyyətində insanın qəfil arzuları puça çıxır, bilirik. Belə bir vəziyyətdə yaranır. Tutaq ki, toya hazırlaşırdı, birdən-birə toy baş tutmadı. Bu gəldi, düşdü, istər-istəməz həmin o depressiv vəziyyət yarana bilər. Amma hamı da yarana bilməyə də bilər. Çünki insanın arzusu ilə iradəsi arasında bir məsafə var da. Əgər iradəm arzumdan yuxarıda dayanacaqsa, mən depressiyaya düşməyə biləcəm. Yox, arzum iradəmdən yüksəkdə dayanacaqsa düşəcəm. Və yaxud da ki, doğmasını itirdi, kimlisi itirdi, Allah heç kəsə nəsib etməsin. Belə olan halda da insan dözüm səviyyəsi aşağı olduğu üçün, tutaq ki, biraz öncə qeyd etdiyimiz kimi, mən həyata onsuz da pessimist yanaşıram, hər şeyi pessimist görürəm və burada da bitdi. Deyirəm ki, bu niyə məhz məndə oldu? Niyə görə belə oldu da? Amma biri də var ki, insan pozitiv yanaşmağa bacarmalıdır da, pozitiv nöqteyi nəzərdən baxmağa bacarmalıdır və bu bizi qutara bilər də həmişə, hər anda, hər yerdə. Bunlar ola bilər və yaxud da ki, məsələn, hər hansı bir işləyirsən və yaxud da ki, evdə işləyirsən, daimi aşağılayırlar səni. Və yaxud da ki, mənəvi, dediyimiz kimi, fiziki zorakılıqlar var ailələrdə, ola bilir, bəzi ailələrdə, təəssüf ki. Buradan dolayısı, uşağın xatirinə dözürsən və yaxud da ki, hər hansı bir xanımdır, ayaq üstə durmağı bacarmır, variantı yoxdur, dözür. Amma istər-istəməz, axı, yeyilir içərdən o gərginlik, o narahatçılıq, gilə insanı artıq yox səviyyəsinə gətirir. Və bir gün görürsən ki, həyat sənin üçün tam mənasızdır. Pəncərədən baxırsan ki, insanlar gedir, gəlir. Nə inirlər bunlar? Niyə gedirlər? Fərqində deyil. Bəli, bu nə deməkdir? Bu nə həyatdır? Bu özündə bunları yaradır və başlayır depressiyaya düşə bilər. Çünki istər-istəməz o gərginlik, narahatçılıq bir gün buna gətirib çıxara bilər. Yenə deyirəm, bilər. Mütləq deyil çıxarsın. Şəxsiyyət daxili konflikt. Şəxsiyyətlər arası konflikt. Yəni, mühitdə insanlarla bir ortamdadır və yaxud da ki, hansı bəzi uzaq olsun iş yerləri var ki, Allah göstərməsin. Yəni, hansısa problemlər yaşanır orada və insan da orada mütləq işləməlidir. Başqa variantı yoxdur. Və oradan da dolayısında o gərginlik yaranır. Yaxın əhatə ilə bağlı və yaxud da ki, evlatların problemi ola bilər.
Məsələn, mən xanım tanıyırdım ki, evladlarının hər hansı bir problemi var idi. Xanım onlardan pis vəziyyətə düşmüşdü. Hətta evladları elə bir vəziyyətdə deyildi, amma o ki, niyə məhz mənim evladlarım, niyə başqaları deyil. Bəzən insanlar, mən bunu elə hər kəsə demək istəyirəm, heç kəsin ailəsində, heç kəsin şəxsi həyatında nələr baş verir, biz bunun hamısını bilmirik. Fərqindəyikmi? Bax, gəlin bunu deyək də. Mən bəzən müraciətlərdən görürəm ki, insanlar fərzli müraciət edir ki, baxırsan ki, bu insan o necə ki, maskalamış depressiya kimi hər şey əladır, qıraqdan çox yaxşı görünür, hər şey qaydasında. Amma insan danışanda baxırsan ki, bu insan tükənib, bu insan yaşamırmış ki, demək ki. Və yaxud da nələr yaşayırmış. Bəli, sadəcə maskasını taxıb, necə ki, biz hər birimizdə psixoloji maska var, təbiidir bu. Taxıb gəzirik də, elə şehir var ki, onu hər yerdə üzə vurmaq olmaz axı. Yəni, belə məsələlər var və bu da insanı tükəndirir. Bir məsələni də mən qeyd edərdim, yəni tamaşaçılarımız inanıram ki, bizi düzgün anlayar, vaxtında mütəxəssisə müraciət etməmək. Vaxtında o depressiyada olan insanlar həmişə belə bir söz deyirik, indi aradan qaldırmazsa deyəcək, yükünüzü bir psixoloqa yükləyin, özünüzdə saxlamayın onu, danışın. İnsan danışdıqca sakitləşəcək, insan danışdıqca rahatlaşacaq və danışdıqca dərk ediləcək. Belə bir fikir var ki, insan nəyisə demirsə, nəyisə danışmırsa, nəyisə müzakirə etmirsə, onu dərk etməyə bilər. Danışdıqca həm o yük sanki üstündən götürülür, həm də dərk edirsən, dərk edilən şeylər tez unudulur. Demək, biz nəyisə unutmuruq, düzdürmü? Unutmadığımız üçün də qalır o negativ düşüncələrdə, biraz öncə doktorum qeyd etdiyi kimi uzanıram, yadıma gəlir ki, falan kəs mənə pislik eləmişdi, falan kəs mənə bunu eləmişdi, falan kəs mənə bunu eləmişdi və s. və bunlar məni narahat edir. Bağışlamağı bacarmaq lazımdır. Bunlar təsir göstərir. Müharibə şəraiti, müharibələr, zəlzələ. Çünki zəlzələdən dolayısı gözüm açıran doğmalarım yoxdur və mən yaşamaq məcburiyyətindəyəm. Və yaxud da ki, mən yaşamışam, gəlib çıxmışam, 18 yaşayacam və sonra deyirlər ki, sənin valideynlərin zəlzələdə dünyasını dəyişir. Mən başlayıb axtarıram və istər-istəməz valideynli insanlara baxıram. Bunlar da mənə təsir edir. Ailədə boşanmalar. Uşaqlar ata bir tərəfdədir, ana bir tərəfdədir və onlarla birlikdə ola bilmir. Bəzən bizə müraciət olur, başqa səbəblə müraciət edirlər. Məlum olur ki, ailədə ata mı, ana mı kimsə çatışmır. Dünyasını dəyişmək bir başqadır. Bunu inanın ki, daha rahat qəbul edirlər. Nəinki o bir tərəfdə olması. Məsələn, indi elə şeylər biz efirdən deyə bilmirik, çünki kimsə bilə bilər onu. Düzdür, bizdə nələrsə misal gətirə bilərik ad çəkmədən. Gizlilik bizdə qorunmalıdır. Amma elə məsələlər var ki, elə müraciətlər var ki, onu kimsə bilər ki, bu adama aiddir də. Orada da biz ehtiyatda oluruq. Yəni, elə ailələrlə bir rastlaşırıq və çətinlik çəkirik. Sənə başqa şeylə bağlı müraciət edib. Çünki bəzən də görürsən ki, mən vaxtı ilə rastlaşmışam elə bir şeylə. Sənə deyir ki, sən o hissəyə toxunma. Amma başa düşmürsən ki, bu insanı sən tam düzəltmək üçün, sözün belə əsl mənasında depressiyadan azad etmək üçün onlara da toxunmalısan. Onlara toxunmasan olmur da, o uşaqlıq travmalarıdırmı və s.dirmi? Bunu aydınlaşdıraq, tutaq ki, bu müharibə vəziyyətində sonra bu vəziyyətə düşüb, bu sosial faktordan bu vəziyyətə düşüb. Məsələn, bəzi adamlar var ki, o sizin biraz öncə gözəl vurguladınız, egosundan bu deyir ki, mənə iş tapılmır. Mən bunu həmişə deyirəm, bax, yenə də efir vasitəsindən də deyirəm. Biz gözəl Azərbaycanımızda yaşayırıq və sağ olsun bizim prezidentimiz, hər yerdə iş var, inanın. Kim yaxşı mütəxəssis olacaqsa, fərqi yoxdur. Ola bilər ki, peşə məktəbi qurtarmışam, gözəl bir peşəm var. Valla, gözəl dərzilər var ki, insanlar onu gedib, bəli, zəng vurursan, deyir ki, bu ay məndə heç vaxt yoxdur. Doğru. Real budur da, hər bir işi, maşın ustası. Yəni, görürsən ki, peşə sahibləri növbəyə dururlar ki, nə vaxt sən Allah, qutaran kimi mənə demən gəlib. Yəni, gözəl işlər var, amma sadəcə ola bilsin ki, egosundan, yox, mən bu işi bəyənmirəm, mən işsizəm. Və bunu da başlayıb özünə dərd eləyir. Yəni, bir tərəfdən işsiz olur, evdəkilərə zülm eləyir, sözün əsl mənasında. Bu tərəfdən də onu özünə dərd eləyir və gözdən depressiyaya düşür. Bəlkə mən filan işdə işləməliyim, mütləq niyə mən o işdə işləməli deyiləm ki? Yəni, İdeyalar, bəli, ideya var. İnsanın həmişə, o deyilir, bəla arzudan gəlir. Biz arzumuz nədir? Biz nə düşünməliyik? Yenə gəl realistliyə dayanırıq ki, bizim istədiyimizdən qabağa getmək istəyimiz
sonda bizi depressiyaya gətirib çıxara bilər. Yəni şəxsi arzularımız, lazımsız arzular da belə deyək. Kimsə deyə bilər ki, arzu lazımsız ola bilərmi? Yox, təbii ki. Amma elə şey düşünməliyik ki, bizim məqsədimiz olsun. Məqsəd gözəl şeydir. Yəni insan istədiyinə çatmalıdır. Amma birinci insan qabiliyyətini düşünməlidir, bacarığını düşünməlidir, özünün istedadını düşünməlidir. Ora nə dərəcədə qabildir, nə dərəcədə o işi edə biləcək. Çünki sən hər hansı şey qoya bilərlər, səndə degradasiya gələ bilər, şəxsiyyətin parçalanması gələr, mənəvi cəhətdən. Nə mənada? İnsanın bacarmadığı bir işdə işləməsi və sonda sən baxacaqsan ki, səni veriblər bir dənə şirkəti idarə elə. Və baxırsan ki, mən bu şirkəti idarə edə bilmirəm. Bir gün, 2 gün, 3 gün və geri dönürsən və baxırsan ki, artıq özün də psixoloji cəhətdən dəhşətli bir zərbə almısan və sonda artıq həyat sənin üçün maraqsızlaşdı. Həyatın bayaq gözəl dedisi, mənasıdır. Franklin gözəl sözü, həyatın mənası. Məhz insanda o həyatın mənası niyə itdi? Bu həyatın mənasını nədə görürdü? Belə bir sual verirlər insan ki, xoşbəxtlik nədir? Gəlin baxaq, hərə buna bir cür cavab verəcək. Yəni, bax, o xoşbəxtliyi, o həyatın mənası dediyi, axtardığını nədə o tapa bilmədi? Və yaxud da ki, hər hansı bir işdə işləyirdi, birdən-birə olur da, o işdən azad olundu. Yəni, bu da insana, yenə deyirəm, hamıya yox, düşüncəsi olan, radiosu olan, gücü olan insana yox. Sadəcə olaraq rahat bir ortamdaydı, hamı onun belə başına dolanırdı, baş əyirdi sözün əsl mənasında və birdən-birə o kreslodan getdi. Və baxırsan ki, insan, inanın ki, tamam dəyişir də, yəni bu həmin adam deyil. Yeriş, duruş və get-gedə depressiyaya girə bilər. Və yaxud da ki, qəfil ailəsi dağılır. Uzaq olsun. Nəyə görəsə, ailə dağıldı və yeni bir yerə adaptasiya olunmalıdır, uşağından ayrı qalmalıdır, uşaqdan uzaqlaşmalıdır və yaxud da ki, evladdır, yeniyetmədir. Elmir müəllim bunlarla daha yaxşı bilir. Yeniyetmələrlə işləyirsən və yaxud da gənclər, uşaqlar bilirsiniz ki, ailənin, atanın, ananın getməsini qəbul edə bilmirlər də. Necə qəbul etsin? Məhkəmədə qaldırır ki, atanı istəyirsən, ananı istəyirsən, sağ əl istəyirsən, sol əl istəyirsən. Mən nə deyəcəm? Yəni, bunlar da səbəb olan amillərdən biri olur. Yəni, saymaqla görürsünüz ki, bitməz, səbəblər çoxdur. Biz növbəti reklam fasiləsinə ayrılırıq. Fasilədən sonra təbii ki, sadalanan bu səbəblərin aradan qaldırılması üçün nə etməliyik, necə etməliyik, hardan başlamalıyıq mövzusu ətrafında müzakirə edəcəyik reklamlar. Reklamlar bitdi, müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, depressiyadan danışırıq. Məhz biz bu bölümümüzdə onun terapiya üsullarından danışacağıq. Mövzuya keçməzdən öncə bizim efirimizin baş sponsoru Base Beef ət və ət məhsulları haqqında danışmaq istəyirəm. Artıq bir ilə yaxındır ki, efir fəaliyyətimizdə məhz bizlə əməkdaşlıq edən məhz həmin şirkət. Təbii ki, biz hər dəfə xəstəliklərdən danışırıq, istərsə də psixologiyada məhz burada qida vərdişi və qida mədəniyyəti xüsusi bir yer tutur ki, bizim gündəlik sağlam ruhumuzun və sağlam vücudumuzun, sağlam düşüncəmizin kökündə də məhz sağlam qida dayanır. Hansı ki, tam zəmanət və etibarla həmin Base Beef ət və ət məhsullarından istifadə edə bilərik. Övladlarımıza çox rahatlıqla və əminliklə yedizdirə biləcəyimiz məhz seçim. Təşəkkür edirik Base Beef ət və ət məhsullarına. Qaydırıq mövzumuza. Depressiyanın biz bütöv əlamətlərini tam da olmasa, amma belə deyək, xronoloji ardıcılıqla əhatə etmiş olduq. Yaranma səbəblərinin, artıq əlamətlərinə toxunduq. İndi nə edək? Kamilə xanım, necə bundan qurtulaq? Müalicəsi varmı deyən bu sual altında aylarla, bəlkə də illərlə düşünən insanlar, tamamən ümidini kəsən insanlar var ki, depressiya müalicə olunmur. Depressiya ilə bağlı müraciət etsək belə nə faydası, siz bayaq toxunduğunuz məqamlar, amma bunun terapiya və müalicəsi var. İstəyirəm bu haqda mütəxəssislər danışsın. Buyurun. Təşəkkür edirəm. Gözəl sualdır. İnsanları çox narahat edən bir sualdır. Və mən də üzümü tuturam. Bütün insanlar bilsin ki, depressiya sağala bilən bir xəstəlikdir. Amma vaxtında müraciət olunsa, ağırlaşmış depressiya olanda biraz orada məsələ çətinləşir. İndi qeyd edəcəm onu. Bunu bilmək, aradan qaldırması üçün biz təbii ki, psixoterapiya metodlarından istifadə edirik. İndi medikamentöz müalicə ilə bağlı doktor deyər burada.
Psixoterapiyada biz sırf hansısa insanın fərdi psixoloji xüsusiyyətlərinə uyğun olaraq, depressiyanın ağırlıq dərəcəsinə uyğun olaraq seçilir terapiya metodları. Bunun üçün hər şeydən əvvəl depressiyanın növləri var. Biraz öncə Elmir doktor onlara bəzilərinə toxundu. Birinci onu aydınlaşdırmaq lazım ki, depressiyanın hansı növüdür? Çünki depressiyanın növlərinə uyğun olaraq terapiya metodları da fərqli olmalıdır. Məsələn, mövsümi depressiya var. Bəli, payız sindromu, depressiya. Tək payız da deyil. Bəli. Payız, yaz, yay. Bəzi insanlar deyir, yayda insan niyə depressiyaya düşə bilər ki? Məsələn, mövsüm payız depressiyalarında ola bilər işıq terapiyasından istifadə olunsun. Çünki bilirik ki, günəş enerjisinin azalması ilə bağlıdır əsasən. Daha doğrusu çox üzr istəyirəm, elə yay depressiyası daha çoxdur xanımlar arasında. Bədən quruluşunu bəyənməyənlər, dəniz mövsümü, çimərlik mövsümü gəlir deyə bundan depressiyaya qədər gedən yolculuqda yaşayan xanımlar var ki, bu da çox aktualdır. Siz həmin məqamı da toxundunuz. Bəli, istirahət olsun, iş adamları hansısa qarşılarına məqsəd qoyublar, planları necə həyata keçirəcəyik. Artıq iyun başladı, iyul, avqust gələndə ümumiyyətlə səyahət məsələləri. Bəli, səyahətə gedə bilməmisənmi və yaxud da ki, işimi çatdıra bilmədimmi? Yəni, baxır dediyimiz kimi hansı depressiyadır mütləq şəkildə və depressiya yüngüldürmü, ortadırmı, ağırdırmı? Məsələn, ağır depressiyalarda uzaq olsun, intihar faktoru çox güclü olur. Əgər insan cavab yazırsa ki, mən həyatımı sui-qəsdlə bitirmək fikrindəyim. Artıq həmin insan, belə deyək də, mən durum deyim ki, mən bundan terapiya keçəcəm, mütləq şəkildə artıq xəstəxana rejimində olmalıdır, ciddi bir rejimdə olmalıdır. Çünki o insan bunu artıq dilə gətirirsə, demək ki, burada bunu həyata keçirə bilər. Çünki bu çətin bir yəni, təhlükə var. Bəli, təhlükə artıq göz qabağındadır, real bir şəkildə. Çünki sarışan hallarla olan depressiyaları var. Sarışan hallar və fobiyalarla xarakteriz olunan depressiyaları var. Dediyimiz kimi, depressiyanın baxır hansı növüdür, hansı formadadır, yüngül formadadır, orta formadadır, ağır formadadır, sayıqlamalar var, hipokondrik məsələlər var, düşüncələri var onların. Yəni, bax, bunların hamısı birinci dərəcədə aydınlaşdırılmalıdır. Hətta ki, kognitiv terapiyanı götürək də biz. Birinci pasiyentlə tanışdıq, pasiyent haqqında informasiyalar əldə edilir və onun yoxlanılır, depressiyanın Hamiltonla da yoxlanıla bilər, Becklə də yoxlanıla bilər. Lazım gələcəksə əlavə, tutaq ki, MMP-də depressiya şkalası var, onunla yoxlanıla bilər. Niyə sual verə bilərsiniz ki, niyə bu hər tərəfli yoxlanılır? Ona görə hər tərəfli yoxlanılmalıdır ki, insandan düzgün informasiyanı alaq. Ola bilər ki, mənə müraciət edən psixoloqdur. Və yaxud da ki, başqa bir adam, indi bizim Bexterevdə Elmir doktoru bilər, bir yaxşı bir müəlliməmiz var idi. O həmişə deyirdi ki, internetdə deyirdi, hər şey, bütün testlər var. Ola bilər ki, insana lazımdır ki, özünü ağır depressiv vəziyyətdə olan kimi təqdim etsin və yaxud da ki, ola bilər ki, nə ilənsə bağlı heç istəmir ki, bunda depressiya əlamətlərini bilsinlər. Məsələn, xəstəlik münasibət tipləri var, bunu çox gözəl bilirik. Elə insan var ki, xəstə olduğunu qəbul etmək istəmir. Yox, mən əlayam, mən yaxşıyam. Bu da ola bilər. Biz bilmirik ki, bu insanın içərisindən nə keçir. Çünki müraciətlərdə motivasiya var da, hansı motivasiya ilə gəlir, nə düşünüb gəlir. Ona görə də biz bir neçə testdən istifadə edirik və o şkalalardan istifadə edirik və yaxud da ki, elə Bekin şkalasında orada somatik vəziyyətdə necədir, nevrotik necədir, depressiyanı aydınlaşdırmaq endogendirmi, eksogendirmi? Çünki irsi faktorlarla olan, əgər bu depressiya endogen depressiyadırsa, araşdırmamızdan biz görürük ki, mütləq şəkildə buna medikamentöz müalicə lazım, mütləq. Yəni, tək terapiya ilə olmayacaq. Hətta ən belə yüngül vəziyyətdə olsa da. Amma yüngül vəziyyətdə olacaqsa, irsi faktorlarla deyilsə, endogen depressiya deyilsə, onda onu aradan qaldırmaq rahat bir şəkildə olur. Amma ümumiyyətlə, mən özümü də tutub deyirəm ki, bəzən psixoterapevtlər, psixoloq psixoterapevtlər, belə deyək də, bir var psixoterapevt tibb universitetini bitirib, Elmir doktor kimi. Yəni, onlar dərman yazma ixtiyarları var. Amma var ki, biz əgər psixoloquqsa və psixoterapiya hər hansı bir istiqamətdə, fərz edin, mən hipnoterapiyanı keçmişəm, hipnotçu kimi, amma mənim dərman yazmağa qətiyyən ixtiyarım yoxdur. Mən ola bilər ki, öz üzərimə düşəni burada götürürəm və onu paralel olaraq, paralel mütləq şəkildə psixiatra müraciət etməlidir. Ümumiyyətləsində biz diaqnoz da qoya bilmərik. Biz təklif edilən diaqnoz veririk. Testləri aparıram, testlərin nəticəsində qiymətləndirməni yazıram ki, filan testləri apardım, filan testlərin nəticəsində əsasən bu insanda orta ağır və yaxud da ki, ağır depressiya var, amma onu konkret olaraq
psixiatr baxır və özü təsdiq edir və ona o diaqnozu qoyur. Və o diaqnoz qoyulduqdan sonra iş aparılmalı ki, buna hansı terapiya aparılsa daha yaxşı olar. Dediyimiz kimi, insan var ki, kognitiv terapiya yaxşı işləyir. Məsələn, mənim təzəlikcə bir pasiyentim var idi. Mən baxdım ki, hipnozda ona yaxşı gedir. Hipnozdan da aradan qaldı. Biz cəmi 3 seansda, bəlkə də eşidirlərsə salamlarımı göndərirəm. 3 seansa biz onda depressiyanı demək olar ki, sıfırladıq. Yəni, gələndə yoxlanıldı və açığı getmək istəmədilər təbii ki, psixiatra. Bəzən də cavanlar, gənclər, xüsusilə qız evladları istəmirlər. Mən deyirəm, yaxşı onda bu mən sizə deməliyəm, mütləq getməlisiniz. Amma getmirsinizsə, gəlin edək, görək nə nəticə olacaq. O da çox şükür ki, belə deyək də, Allahın köməkliyindən 3 seansa, onu 4-cü seansda artıq depressiya sıfırlanmışdı. Hətta biz başqa bir şeyləri də orada aradan qaldırırdıq. Birinci elə qutaranlardan biri depressiya oldu. Və o xanımda həm də kognitiv işləyirdi və özü də çox düşüncəli idi. Mən burada həmişə deyirəm ki, psixoloqun tam üzərinə qoymaq lazım deyil hər şeyi. Necə ki, o dərs hazırlayırıq, mən həmişə deyirəm ki, tələbə hazırlayırsan, hamısına eyni şeyi deyirsən, amma hamısı eyni cavab vermir sənə. Demək, insanlar da belədir və o sualı verməsinlər ki, neçə seansa. Mən onu seans keçəndən sonra deyə bilirəm. Çünki onun götürməsi var, insanlar enerji ilə işləyir, o enerji necə qəbul edəcək, sənin sözlərini necə qəbul edəcək. Yəni, o xanım mənlə bərabər sanki işlədi. Mən dedi ki, çox sağ olun, dedim, yox, siz sağ olun ki, siz mənə dəstək oldunuz. Birləşdik, yəni bir yerdə işlədik. Həmişə belə bir fikir var ki, bunu həkimlər çox gözəl bilir. Deyir, otaqda biz 3 nəfəriyik. Bəli. Fəsilik otaqda biri kimdir? O xəstəlikdir. Tutaq ki, depressiyadır mı, başqa bir şeydir mi? Və bir var, biz birləşib ona qarşı mübarizə aparırıq. Bir də var, mən təkəm, o da xəstəliklə birləşib. Mən artıq tək mübarizə aparanda biraz çətin olur. Kamilə xanım, bu mübarizə metodunda əsas aparıcı rolu o insanın fərdi kimliyi mi rol oynayır, yoxsa xəstəliyin ağırlıq dərəcəsi mi? Xəstəliyin ağırlıq dərəcəsi təbii ki, orada çox vacibdir. Qeyd etdiyimiz kimi, əgər insan ağır depressiyadadırsa və burada intihar faktoru varsa və onda sarışan fikirlərdən gələn intihar faktoru varsa, mən belə bir insan tanıyırdım. Yəni, beynində onun qəbul edə bilmədiyi hansısa bir sarışan fikirləri var. Və bu sarışan fikirlər bunu o qədər pis vəziyyətə qoyur, artıq həyatda bunu uzaqlaşdırır və oradan çıxa bilmir. Belə olan halda təbii ki, o çox ağır olacaq, mütləq şəkildə ora dərman müalicələri, mən danışmaq istəmirəm, onu doktor deyəcək, mütləq paralel şəkildə. Terapiya getməlidir, niyə getməlidir? Bunu mən istəyirəm ki, insanlar bilsin. Çünki ancaq bəzən fikirləşirlər ki, tək bir tərəfli dərman verilir, illərcə dərman içirlər. Amma gəlin bir şeyi fikirləşək. Necə olur ki, illərcə dərman içən insan tam bəzən sağala bilmir, amma normal şəkildə psixoterapiya keçən insan dərmanla təbii ki, paralel şəkildə çox tez sağalır. Niyə? Çünki hər biraz öncə qeyd etdik, bu depressiyanın fonunda mütləq şəkildə %99 bir psixoloji problem yaşayır. O psixoloji problem yatır. Adətən, məsələn, biz yaranmasında da deyirik ki, stresli həyat şəraiti. Ola bilər ki, bu insanın həyatı boyu streslə yaşayıb və gəlib axırda bu vəziyyətə düşüb və artıq bundan bitməlidir də. Ona görə də onun o stresli, içəridə şuur altında yatanları və daim onu oradan narahat edən məsələləri neynəməliyik, çıxartmalıyıq. Və yaxud da ki, reallıqdadır. Və yaxud da ki, insan var ki, introvertdir, yəni öz daxilinə verəndə heç nə demir, heç vaxt demir. Yığılır. Bunu kiməsə danışmalıdır da. İnanın ki, insan orada deyir ki, mənə hələ heç bir metod tətbiq etməyin, mən sadəcə danışmaq istəyirəm. İllərcə deyir, danışmamışam. Mən də dinləyən adam axtarıram. Dərdimi deyir, hələ kənara qoyuram. İnan, 2 seans danışır, ancaq danışır da insan. Çünki deyir ki, içimdəkilər boşalsın. Bu da böyük bir problemdir. Bəzən insanları dinləmək olur və yaxud da ki, insanlar kiməsə güvənmir, güvənsizlikdən heç kəsə nəyisə danışmaq istəmir. Yəni, bax, bu məsələlər baxır, ağırlıq dərəcəsi də təbii ki, şərtdir. Necədir? İnsanın fərdi psixoloji xüsusiyyətlərdir, münasibət. Biraz mən öncə qeyd etdim, müraciət edəndə motivasiyalar fərqli olur. Ora sağalmaq fikirlə gəlir, şübhə ilə gəlir, hansı fikirlə gəlir. Bu var, bu çox vacibdir, çox əhəmiyyətlidir. Və ona uyğun tətbiq edirsən. Hipnoz mu buna yaxşı təsir edə bilər, relaks mı buna təsir edə bilər, kognitiv terapiya mı təsir edə bilər. O gözəl dediniz, kognitiv terapiyada Fuad müəllimin gözəl bir sözü var. Salamlayıram buradan Fuad İsmailovu, bizim çox hörmətli professorumuz. Bəli.
Çox gözəl bir insandır, hər kəsə kömək edən, yəni çətin anında insanın yanında olmağı bacaran insanlardandır. Var olsunlar. Professor Nadir İsmailov. Bəli, Nadir İsmailovun. Fuad müəllim. Bəli. O mənim Ümumiyyətlə illərini bu elmə, peşəkarlıqla ümumiyyətlə həsr etmiş insanlar, əslində dahilər, canlı ensiklopediyadılar. Təbii ki. Hətta mənim Bexterov Universitetə getməyimdə də mənə motivasiya verən insanlardan oldular, o professorların hər ikisi sağ olsunlar, var olsunlar ki, əgər gedə bilirsənsə, niyə də yox. Bəli. Doğrudan da və onun gözəl sözü var Fuad müəllimin depressiya ilə bağlı. Həmişə deyir ki, insana tutaq ki, bunu xəbər verəndə birinci deyirlər, sizə yaxşı və pis xəbərim var. Pis xəbəri odur ki, sizdə depressiya var. Tutaq ki, bu şkalaya əsasən sizdə fərzi, nə bilim, 27-dir, 30-dur və s. Və yaxud da ki, orta ağır, indi pasiyentin öz dilindən deyirik. Bəzən də mən çox yüksək olanda demirəm açığı, çünki sonda deyirəm ki, siz bilirsinizmi, sizdə belə idi. Hətta belə biraz humoristikcəsinə deyirəm ki, bir bobat var, yəni bir balaca var, amma biz ötəsindən gələcəyik, narahat olmayın. Dəf edəcəyik. Görün ki, sifəti dəyişir, belə olur. Deyirəm ki, inşallah ki, alırlar, narahat olmayın. Həyatda hər şeyə pozitiv yanaşmaq lazımdır, hər şeyin ötəsindən gəlmək. İnsan varsa demək, ötəsindən gələ bilər. Çünki buna müsbət bir motivasiya. Bir dəfə belə kədərlə deyirsən, bilirsiniz, sizdə də belə depressiya varmış. İkinci məsələ deyirsən ki, yaxşı xəbər nədir? Depressiya aradan qaldırıla bilər. Ağırlaşmağa imkan vermək lazımdır. Dediyimiz kimi, sayıqlamalar vəziyyətə gətirib çıxardanda insanda artıq sayıqlama gedirsə, biraz dediyimiz kimi bilirik ki, ağırlaşmış formalarına gəlib çıxır. Ona görə də tam şəkildə dediyimiz kimi biz bir metod seçə bilmərik. Mən onu bu illərin təcrübəsinə istinadən deyirəm. Biri var ki, rəsmi şəkildə oxuyursan, akademik şəkildə, təbii ki, oxuduqlarımız öz yerində və illərin təcrübə də, praktik təcrübə də insana bunları verir ki, kimdən hansı metodu mən seçim. Var ki, adi art terapiya. Bir dənə şəkil çəkdirirsən, insanın problemlərini orada yazır və yaxud da yazsın üstünə gedir. Bunlar getdi, insan rahatlaşır, sakitləşir. Hətta mən belə bir şey də etdirirəm. Görürsən ki, elə bir insandır ki, mən onun əlindən düşmüşəm bu depressiya, sözün belə əsl mənasında və o insana heç nə deyə bilmirəm. Nəyə görəsə də, nədirsə, hansı səbəbdirsə. Deyirəm, onun qəşəng şəklini çək, nə istəyirsən o şəklin üstündə, bax belə, nə bilim, sözüvidir. Hətta bəzən deyirəm, istəyirsə çıxım. Bəzi insan var deyir ki, hə, demək istəyirəm mən. Ona ürək sözlərim var. Və yaxud da ki, hər hansı bəzən gənclərdə olur, var da belə bir şey ki, qəfil telefonu kəsir, nə bilim, bloka qoyur, nə bilim, neyini. Onun heç olmasa son sözünü ona deməyə imkan tapmır. Belə olanda deyirəm, qəşəng çək şəklini, danış oyna, nə istəyirsən danış, de onu, sözlərivi de. Yəni, bax, bunlar çox yaxşılar. Və yaxud da ki, 2 stol texnikası var, elmdən gözəl, o da çox gözəl nəticə verir. İnsan oturur və başlayır, sonra durandan sonra deyir ki, mən nə qədər heç mən bunları bilmirdim. Və yaxud da ki, hər hansı bir problem var, şuur altındadır, bunu tapa bilmirik. Artıq onda hipnozda mütləq şəkildə istifadə olmalıdır və bu da xahiş edirəm, insanlar bunu da bilsinlər ki, bəzən qeyri-peşəkar insanlar var ki, hipnozla məşğul olurlar, çox təəssüf ki, və insan birinci yoxlanılmalıdır, ümumiyyətlə buna hipnoz olarmı, tətbiq etmək olarmı, əks göstəricilər nədir, bunlar hamısı bilinəndən sonra hipnotik təsir buna edilməlidir. Relax metodu, mən insanları özlərinə də onu öyrədirəm ki, gedin, özünüz üçün bunu edin, idmandan istifadə edin, relax edin, özünüzə müəyyən şeyləri, gözəl musiqilər qoyun. Çünki musiqi terapiyası da bilirik ki, bir gözəl bir vasitədir. Biz bunu mütləq relaksda, hipnozda istifadə edirik də. Çünki musiqidə olan səs tezliyi, insan hüceyrələrində olan səs tezliyinə üst-üstə düşəndə bədən ona rezonans verir və insan sağalır. Yəni, qədimdən bu yana bundan məşğul olunur. Pozitiv psixoterapiyanın özü, insan negativ düşüncələri pozitivə köklüyürük və doğrudan da NLP işləyir. Həqiqətən gələcəyi yaxşı görmək, pozitiv düşünmək, xəyalları dəyişmək, düşüncələri dəyişmək, bu da kognitivlə birləşdiririk. Çünki kognitivdə hissləri dəyişdiririk, düşüncələri dəyişdiririk. Yəni, Beck həmişə belə bir fikir bildirir ki, insanları depressiyaya salan məhz hadisələrə mənfi münasibətləri var. Elə insanlar var ki, nə deyirsənsə orada müsbət o qədər gözəl şey var ki, müsbəti görüb bir dənə mənfi nəsə axtarır. Baxırsan ki, ancaq bu mənfi görür və elə olan halda da insanda depressiv vəziyyət yarana bilər. Çünki həyatda, yəni belə deyək də,
deyir ki, hər birimiz heç vaxt həyat yolu düz hamar ola bilməz. Hər birimizin hansısa düz getdiyimiz yolda bir nəsə bir büdrəməyimiz ola bilər də. O deyir, yıxıldın, qalx, inləmə. Nə çıxar inləməkdən? Ah çəkib, of deməkdən. Ona görə çalışmaq lazımdır ki, çalışaq birinci yıxılmayaq. Amma yıxılsaq da bilək ki, yıxılmağın cəbrini deyir, yeriməyin cəbrini, yıxılmağın cəbrini istəyir, yeriməyi unutdur. Bunu bilməliyik. Ona görə qalxaq həmişə və depressiyada qalib gələk. Bəli, bunu nə qədər biz özümüz bacarırıqsa edək, təbii ki, bəzi məqamlar var ki, orada çarəsizik, məhz orada mütəxəssis dəstəyi lazımdır. Hansı ki, vurğuladınız, elə bütöv, Elmir bəy, bizim elə bütöv psixi xəstəliklərin müalicəsi və terapiyası, zaten psixoterapiyasız mümkün deyil. Əgər burada psixi xəstəlikdən söhbət gedirsə, dərmanın yalnız başına qəbulu heç bir zaman effekt verə bilməz. Əgər bu psixoloji pozuntu və xəstəlikdən gedirsə söhbət, burada psixoterapiya. Amma paralel təbii ki, dərman, medikal müalicə. Bu dərman müalicəsi, dərman preparatlarının təyinatı necə aparılır? Yenə də bayaq vurğuladığımız kimi hansı göstərişlər əsasında stasionar yatılı nə zaman göstəriş olur və evdə sadəcə dərmanları qəbul edib və psixoterapiya ilə paralel yürüyüş. Bu haqda istəyirəm danışaq. Buyurun. Demək, birinci növbədə bütün psixoloji xəstəliklər kimi depressiyada F kateqoriyası olduğuna görə onu qətiyyən nevroloqlar, kardioloqlar, can həkimi deyirlər, terapevtlər müalicə eləyə bilməz, bu cinayətdir. Onu ancaq həkim psixoterapevt və yaxud da həkim psixiatr, əgər psixoterapevtdirsə, onda onlar təyin eləyə bilər. Təəssüf ki, bizdə bəzən görürsünüz ki, bu vicdansızlıqlar təəssüf ki, baş verir. Və bu da nəyə gətirib çıxarır? Tayda əksinə ağırlaşmalar olur, zaman keçir, vəziyyət daha da ağır, gərgin vəziyyətə gəlir. Çünki onlar onu bilmirlər axı. Yəni, bu çox incədir. Bugünkü gün nə qədər antidepressantlar var və hər antidepressant da bir depressiya növündə kömək eləyirsə də bir insana, o birisi insanın, o birisi depressiyanı daha da körləyə bilər. Daha da hətta intihara aparıb çıxarda bilər. Ona görə də bu qətiyyən yol verilməzdir, çox zərgər dəqiqliyi tələb edir. Antidepressantın seçilməyi, dozanın seçilməyi. Biz əvvəlcə depressiyanın növünü müəyyənləşdiririk, sonra ağırlıq dərəcəsini müəyyənləşdiririk, sonra pasiyentin belə deyim, psixoloji portretini formalaşdırırıq, sonra onun həyat tərzinə uyğun olaraq psixoterapiya alqoritmi və yaxud da dərman seçimini biz təyin edirik. Təəssüf ki, bugünkü gün yenə deyirəm, qeyri-peşəkarlar, psixoterapevt və yaxud da psixiatr olmayanlar, nevroloq, kardioloq, antidepressant yazır. Nəticə etibarında da görürsünüz ki, pasiyentlər doğrudan da çox əziyyət çəkir və onlar ən təhlükəli dərmanları yazır. Kardioloqlar, nevroloq, yəni psixoterapevt olmayanlar, psixiatr olmayanlar. Nələrdir bu? Anksiolitiklər, trankvilizatorlar və s. Hansı ki, onlar çox pis, narkotika bənzər asıllıq yarada bilər, xüsusilə də benzodiazepin cərgəsi. Amma təəssüf ki, bəzi vicdansız adamlar əhalidə yanlış belə bir təəssürat yaradır ki, güya antidepressantlar asıllıq yaradır. Bu qətiyyən belə deyil. Heç bir antidepressant asıllıq yaratmır. Bu mümkünsüzdür. Yəni onu çox asanlıqla da kəsib ata bilirik. Yuxusuzluq problemi yaradır, amma qətiyyən ümumiyyətlə belə bir problem yoxdur. O depressiyanın növünə və antidepressantdan asılıdır. Və zaten hamı bilməlidir ki, antidepressantla müalicə ən azı bir ilə yaxın gedəcəkdir. Çünki hələ vəziyyət düzələndən sonra da ilkin simptomlar ağrılardan qalxandan sonra 6-9 ay davam eləyir. Sonra da dərman preparatı tədricən azaldılır. Bunu bilinməlidir. Təəssüf ki, bəzi, yenə deyirəm, bunu təbii ki, psixoterapevt və yaxud da psixiatr deyir. Amma nevroloq, kardioloq bilmir axı desin. Və yaxud da bilir, məqsəd yönünü demir ki, qoy pasiyent sağalmasın. İraq yaxşı həkimlərimizdən, savadlı nevroloqlardan, kardioloqlardan iraq. Çünki onlar zaten bu işlərlə məşğul olmur. Söhbət dələduzlardan gedir də təbii ki. Ona görə də müalicə uzun müddət davam eləyir. Müalicənin ilkin effektləri bəzən bir aydan sonra bizə bəlli olur. Ona görə də dərman seçimi çox çətindir. İnsan ən azı bir xeyli müddət, ay yarım, 2 ay bəzən içməli olur ki, biz bilək bu dərman düşür, yoxsa düşmür. Ondan sonra dəyişib başqa dərman təyin eləmək məcburiyyətində qalırıq bəzən. Yəni bu tibbin müasir
protokolların tələbidir bu şəkildə belə Və olur. dərman həcmlərinin müəyyənləşməsi də çox əslində rol Bəli, oynayır ki, bəli, nə doza. qədər dozaların hardan hara qədər gedişatını mütəxəssis təyin etməlidir. Bəli, bəli. Ona görə də bu müalicədə dərman seçimi çox ciddi tələbləri var. O tələbləri öyrənmək üçün illər gedir, illər sərf olunur buna. Və təbii ki, dediyimiz kimi, siz də dediniz, Kamilə xanım da dedi, nə qədər dərman yazılsa da, düzdür, telomerlərin ölçülərini dəyişmək mümkün olmur. Yəni, bioloji səbəbdən, somatik səbəbdən, endogen, klinik depressiyalarda yanaşma biraz fərqlilik tələb edir. Amma hər bir halda mütləq psixoterapiya olmalıdır. Bütün psixoloji problemlərin əsas müalicə üsulu, hətta mən deyərdim ki, xüsusilə psixogen vəziyyətlərdə ümumiyyətlə bu sırf psixoterapiya ilə müalicə olunmalıdır. Dərman fəsadları aradan qaldırır, dərman prosesi sürətləndirir, nəticəni tezləşdirir. Bir də təəssüf ki, indi bizim yanımıza gələndə bəzən, yenə deyirəm, İraq savadlı, dəyərli nevroloqlarımızdan, kardioloqlarımızdan, terapevtlərimizdən, amma təəssüf ki, hər yerdə olduğu kimi orada dələduz özünün nevroloq, kardioloq adlandıranlar da var ki, hansı ki götürüb depressiyası, psixoloji problemi olanları, panik atakı, təşvişi olanları aldadır, güya müalicə eləyəcək, antidepressantlar yazır, dərman seçimləri eləyir. Hətta inanırsınız göndərirlər qan analizinə, halbuki hansı qanla nəyi sübut eləyəcəklər panik atakda və yaxud da digər psixoloji problemlərdə, MRT, KT, pul tələsi də bildiyiniz kimi. Yəni, və belələrinin yanından gələndə artıq pasiyent orada qəbul elədiyi dərmanlar artıq onun beynini elə günə qoyubdur ki, burada əlavə hələ o beynin bərpası üçün də bir müalicə tələb olunur. Bəli, artıq ciddi, buna uyğun başqa bir xəstəlik, digər xəstəlikləri də özü ilə gətirir. Burada bir məqam da var. Doktor, təbii ki, peşəkar insan nə qədər öz sahəsinə doğru peşəkar ola bilər, ixtisasçı, amma yenə də nəzərə alaq ki, bu tip xəstəliklər heç başqa sahənin peşəkar həkimlərinin də fəaliyyət sahəsinə uyğun deyil. Yəni, biz burada peşəkarlıq da bir tərəfə, peşəkarlıq 10 illiklər tələb edir. Bir insan nə qədər ömrü olmalıdır ki, bütün sahələr, iki sahədə mümkün deyil. Bəli, ona görə də biz hər zaman deyirik, psixi xəstəliklər məhz psixiatr, psixoterapevt və psixoloq, klinik psixoloqlar tərəfindən təbii ki, təyinatı verilir, terapiyası aparılır, həkimlər tərəfindən dərman müalicəsi yazılır. Və bu paralel yürüşün təbii ki, nəticəsi olur. Biz buradan son olaraq Kamilə xanım, depressiya müalicə olunmur mesajını ümumiyyətlə tamamən silərək müalicə olunur. Təbii ki, zamanında, indi zamanında fərqinə varmaya da bilərik. Amma gecikmiş dönəm olmasa daha yaxşı olur. Amma olsa da belə yenə də müraciət etmələrində bir fayda var və mütləq ki, bunu ciddiyə alaq. Əslində, bu xəstəliyi bəsit görməyək və Ümumdünya Səhiyyə Təşkilatının da verdiyi göstəriciyə görə birinci yerdə dayanan ağır xəstəlikdir depressiya. Bu depressiya ki, bir neçə xəstəliklərin yaranmasına səbəb ola bilər. Onkoloji xəstəliklərin, ümumiyyətlə ürək-damar xəstəliklərinin, artıq çəkinin, mədə-bağırsaq xəstəliyinin, bayaq nə qədər gözəl vurğuladınız, qarşı tərəfdə insana cavab verə bilməmək və hər dəfə susmaq, insanda ilə mədə ağrısının və tibbə getdiyi zaman müşahidədə heç bir problem yoxdur, amma ona ağrı verir. Bax, həmin onun qarşılığıdır ki, siz də təsdiqləyirsiniz. Ona görə də bunu bəsitə almayaq mesajını istəyəcəm sizdən. Son 3 dəqiqəmiz qalıb. Buyurun, Kamilə xanım. Çox təşəkkür edirəm, çox haqlıdır. Bəzən biz seminarlar veririk depressiya ilə bağlı. Burada da bax, bu maariflənmə məsələləri sizə çox sağ olun ki, sağ olsun şirkətin rəhbərliyi ki, belə şərait yaradır ki, siz belə gözəl insanlar üçün maariflənmə aparırsınız. Siz də sağ olun. Doğrudan çox vacibdir. Çünki insanlar, biraz öncə qeyd etdi ki, rəsmi məlumatdır. Yəni, görün nə qədər insanda depressiya var və ən azından bax, bizim bu saydığımız əlamətləri öz yaxınlarında, doğmalarında görəndə onları məcburən də olsa aparsınlar psixiatra, psixoterapevtə, klinik psixoloqa. Yəni ki, bunlar onlarla işləsinlər və heç vaxt ruhdan düşməsinlər. Ən ağır depressiyalar belə ruhdan düşməsin. Çünki fikirləşin ki, həyatda hər şeyin öhdəsindən gəlmək var. Gözəl həkimlərimiz var, gözəl mütəxəssislərimiz var, yəni psixoloqlarımız, psixoterapevtlərimiz, psixiatrlarımız sadəcə olaraq çəkinməsinlər bir də. Bəzən deyirlər ki, psixiatra mən necə gedə bilərəm, dərman necə qəbul edə bilərəm. Yəni, sağlamlıq mı yaxşıdır, yoxsa hansısa kənardan kimisə hansı sözü mü yaxşıdır ki, o deyibsə, yox, necə deyərlər.
gedin, sağlamlığınızın keşiyində dayanın. Vaxtında müraciət olsun, lap yaxşı olar. Bir də qeyd etdiyimiz kimi ailələrdə çalışsınlar ki, kiçik yaşlardan uşaqlarımıza travma verməyək, amma heç olmasa psixoloq ailəmizin olsun, ailəmizin psixoloq olsun. Məktəblərdə psixoloqlar inşallah ki, daha yaxşı işləsin. Yəni, bütün bunlar hamısı bir yerdə olarsa, inanın ki, həmi depressiya düşmə risk azalar. İradəli böyüdək uşaqlarımızı, güclü böyüdək uşaqlarımızı, hər şeydən belə o dəqiqə vəziyyətləri gərginləşməsin və sonda depressiya düşməsin. Və bu əlamətlər görünürsə, xüsusilə gizli əlamətləri varsa, fərz edək, bütün günü çox yeyir. Biz fikirləşək ki, bu niyə görə axı? Normada insan çox yeməli deyil axı, hər şeyin bir həddi var da. Və yaxud da ki, ümumiyyətlə iştahı kəsildi, yemək yemir. Yeyirdi və birdən-birə dəyişdi. Nə baş verdi də? Bunun həyatında hansı bir psixoloji bir problem mi yarandı? Yoxsa nədəndir? Yaxud da ki, irsiyyətdənmi bu gələn məsələdir? Yavaş-yavaş bu özünü bürüzə verə bilir. Adi bir yüngül bir şeydir. Məsələn, kimsə valideyn deyə bilər ki, mən ona neynəmişəm ki, axı biz neynəmişik ki? Burada nə oldu ki, o birisi oğlum düşmədi, bu düşdü. O birisi qızım düşmədi, bu düşdü. Ola bilər ki, o fərqli bir yanaşmadır, dediyimiz kimi. Bax, bunların hamısını birlikdə fikirləşsinlər və düşünsünlər ki, müalicə etmək olar, amma çalışın, vaxtında müraciət edin və əsl mütəxəssisə müraciət edin. Elmir müəllim qeyd etdiyi kimi, kimsə sadəcə hansısa bir sertifikatla mı gəlib, hansısa ümumiyyətlə bilmir depressiya nədir, depressiyanı müalicə edir. Yəni elə o adam qədər bilir az qala. İnanın ki, bir dəfə bir tələbə var idi, dedi ki, müəllim, o filankəs müəllim də gəlir bizi ki, kitabı dedi, qoyur qabağına, oradan bizə mühacirə oxuyur. Biz elə kitabı özümüz qabağımıza qoyub oradan oxuya bilərik də. Yəni, fərqlilik nədədir? İnsanın akademik biliyi olmalıdır, insanın keçdiyi bir məktəb olmalıdır. Məsuliyyət olmalıdır, öhdəlik olmalıdır. Bitirməlidir. Yəni, bunun üçün onun hüququ olmalıdır. Müəyyən bir stajı, o sahədə təcrübəsi olmalıdır. Yəni, bunların hamısı kompleks şəkildə olarsa və normal mütəxəssisə müraciət olunarsa, düzgün terapiya metodu seçilərsə və düzgün o diaqnostika düzgün aparılarsa, çünki işin əsas hissəsindən ən vacibi odur ki, biraz öncə qeyd etdi ki, bəli, bu yüngüldürmü, ortadırmı, ağırdırmı, hansı formadadır, depressiyanın hansı növüdür? Çünki növlərinə uyğun olaraq seçilir. İnsanın fərdi psixoloji xüsusiyyətləri hansıdır, hansı terapiya metodu buna daha yaxşı təsir göstərə bilər. Və bu özünə ev tapşırıqları verilməsi, məsələn, kognitiv terapiyadır və başqaları da ümumiyyətlə ev tapşırıqlarını necə yerinə yetirəcək, münasibəti necədir? Yəni, bütün bunların hamısı aydınlaşdırılmalı və inanıram ki, gözəl nəticə olacaq və hər kəsə gözəl, xoşbəxt, depressiyadan uzaq bir həyat arzulayıram. Həmişə işləri gözəl olsun, uğurlu olsun. Bəli, biz də sizə zehin gücü və fəaliyyətinizdə o qədər enerji dolu günlər arzulayırıq ki, sizin gücünüz bu əziyyət çəkən bütün insanlara yetsin. Bəzən insanların gücü özünə belə yetməyən insan tipləri var, amma görün nə qədər fədakar insanlarsınız ki, özünüzlə bərabər, ailə üzvlərinizlə bərabər cəmiyyətdə bundan əziyyət çəkən insanlara o sevginizi və dəstəyinizi paylaşırsınız. Bunun üçün də mütəxəssislərə hər zaman can sağlığı məndirəm arzulamalıyıq ki, çünki onlar bizə yararlı insanlardır, cəmiyyətə faydalıdır. Ona görə də vurğulayırıq ki, təbii ki, gecikmiş dönəm olsa da belə müraciəti ən əsası birinci mütəxəssisdən başlayır. Düzgün diaqnoz, sağlam, effektiv müalicənin və sonda effektiv nəticənin sonucudur. Biz hər birimizə təbii ki, sağlam can, sağlam düşüncə arzulayırıq. Sizin isə hər birinizə dərin təşəkkürümü bildirirəm. O dəyərli zamanınızı bizimlə keçirdiyiniz üçün təbii ki, sabah yenidən görüşmək ümidi ilə. Salamat qalın, gecəniz xeyrə qalsın.